Salam, hər vaxtınız xeyir. Lütfüzadə Məntiq Olimpiadasının sınaq kitabından deməli, sınaq 1-in 20-ci sualın izahını verək. Deməli, sualın izahı belədir. Burada deməli, fərqli işarələr var. Ağ smaylik, qara smaylik, ürək, bir də günəş işarəsi. Bu simvollar bir-birindən fərqli rəqəmləri ifadə edir. Rəqəm yəni ki, 0-dan 9-a qədər olan ədədlərə deyilir rəqəm. Deməli, rəqəmlərdən ibarətdir. Biz indi burada bunların yerinə elə ədəd yazmalıyıq ki, bu ödənsin və bu iki dənə birinci və ikinci bərabərlik ödənsin. O bərabərlik ödənəndən sonra sonuncuda yerinə qoyub hesablayırıq. Gəlin birinci ehtimallarımızı yazaq. Yəni, hansı ədədləri bir-birinə vırsaq, 27 alına bilər. Bu, deməli, 1 ola bilər, 3 ola bilər, 9 ola bilər. Fərqli rəqəmlərdir, deyir. Başqa ola bilməz. İndi, əsas məsələ, fərqli rəqəmlər dediyinə görə başqasını götürə bilmərik. 1, 2 rəqəm deyil, axı 3 dənə rəqəmdir. Məsələn, fərqli rəqəm deməsə 3 vur 3 götürə bilərdik. Amma fərqli dediyinə görə fərqli ancaq bunları götürə bilərik. Və aşağıda da deməli, bu fikir versəz, bu işarədən ikisi var. Bir ağ smaylik var, bir də ürək işarəsi var. Və bunları hansı ədədlər götürməliyik ki, aşağıdakı bərabərlik ödənsin. Deməli, bunlardan biri mütləq 1 olmalıdır. Niyə görə? 1-i götürməsək, 3 ilə 9-u götürsək, deməli 27 olunur. Biz də bilirik ki, 72-nin vurğuların içində 27 yoxdur. Yəni 72 27-yə bölünmür. Deməli, bunlardan birin 1 götürürük, 1 qəbul edirik. Digərində məsələn 9-u birinci götürək, 3-ü də götürə bilərik, 9-u götürək. Rəqəm dediyinə görə 3-ü götürəndə rəqəm almayacaq. Onu da necə olduğunu da göstərəcəm. 1 ilə 9-u götürəndə günəş işarəsi olur. Deməli, 1 vur 9, 72 ilə 9-u bölündə 8. Deməli, günəş işarəsi 8-dir. İndi biz burada vuruq olduğuna görə dəqiq bilə bilmirik ki, ağ smaylik 1-dir, yoxsa ürək 9-dur və yaxud da əksinə. Amma bunun 9 olduğunu dəqiq bilirik. Çünki biz bura 3 ilə 1 ilə 3 yazsaq, 72-yi 3-ə böləndə 24 rəqəm eləməyəcək. Ona görə də 3-ü götürə bilmirik. 1 ilə 9-u götürə bilirik. Deməli, bunu 1, bunu hələlik 9 kimi qəbul edək və aşağıdakı əməli hesablayaq, görək necə olacaq. Deməli, bura 8, bunu da deməli 3 götürmüşük, 3. Ürəyi də 9 qəbul eləyək hələ ki, görək düz bərabərlik alınacaq ya alınmayacaq. Bölürük 4-ə, vururuq 1-ə. Bunları toplayanda eləyir 20. 20-ni 4-ə böləndə 5, 5-i 1-ə vuranda 5. Cavab elədi 5, B variantı. İndi bəlkə biz dəqiq yenə bilmirik vuruq olduğuna görə. Gəlin, tutaq ki, deməli, ürəyi 1 götürək, smayliki deməli 9 götürək. Ürəyi 1 götürsək, misalımın cavabı necə olar? Olar 8, üstə 3, üstə 1, böl 4, vur 9. Yəni, cavablarda yoxdursa, deməli, B-ni götürəcək. Bunları da toplayanda 12. 12-ni 4-ə böləndə 3, 3-ü 9-a vuranda 27. Deməli, cavablarda olmadığına görə, deməli, bizim cavabımız nə olacaq? B variantı cavab 5 olacaq.